Bugün sizlərə Hindistan kinematografiyasının ən möhtəşəm filmlərin birini təqdim edirik. Baazigar, Azərbaycan dilində Ölümlə Oyun. Bu film 90-cı illərin Hind kinosunda dönüş nöqtəsi sayılır. Başrolda gənc və cazibədar Şahrukh Xan çıxış edir və bu rolu ilə o, tamaşaçıların qəlbini fəth etməyi bacarır. Film həm sevgi, həm intiqam, həm də dramatik hadisələrlə zəngindir. Baazigar sadəcə bir film deyil, hisslərin və emosiyaların güclü ekran ifadəsidir. Əgər bu filmi hələ də izləməmisinizsə, o zaman mütləq baxın, çünki bu əsl Hind kino klassikasıdır. Bu film Şahrukh Xanın tipik qəhrəman deyil, intiqamla yaşayan və öldürməkdən çəkinməyən bir obrazla tanınmasına səbəb oldu. Bu riskli seçim onun karyerasında dönüş nöqtəsi oldu. Film əvvəlcə Salman Xan üçün nəzərdə tutulmuşdu. İlkin olaraq bu rolu Salman Xan üçün planlaşdırmışdılar, lakin o, bu qədər qara xarakteri oynamaqdan imtina etdi. Beləcə, rol Şahrukha verildi və o da tamaşaçıların sevgisini qazandı. Kajolun karyerasında da sıçrayış rolu oldu. Baazigar filmi gənc aktrisa Kajolun da yüksəlişinə səbəb oldu. Onun təbii oyunu və duyusal səhnələri tamaşaçılar tərəfindən çox bəyənildi. Filmin mahnıları, xüsusilə Yeh Kali Kali Anken, böyük uğur qazandı. Bu mahnı Hindistan musiqi sənayesində kult səviyyəsinə çatdı və bu günə kimi sevilir. Filmin əsas ideyası bir real hadisədən ilhamlanıb. Filmin hekayəsi qismən Amerikada baş vermiş bir cinayət hadisəsi əsasında qurulub. İntiqam motivləri və şəxsiyyət dəyişdirmə elementləri Hollywood filmlərindən ilham alınıb. Əvvəlcə ssenari rədd edilmişdi. Çox studiya bu hekayənin tamaşaçı tərəfindən qəbul olunmayacağından qorxaraq ssenarini rədd etmişdi. Ancaq prodüserlər riskə gedib filmi çəkdilər. Nəticə isə möhtəşəm uğur oldu. Baazigar böyük mükafatlar qazandı. Film Filmfare Awards daxil olmaqla bir çox mükafata layiq görüldü. Şahrukh Xan bu filmə görə ilk ən yaxşı aktyor mükafatını qazandı.